Salam əziz izləyicilər. Bugün Landam Nəşriyyat evinin monitorinqlərə hazırlıq sınaq toplusundan Azərbaycan dili üzrə mətnlərin izahına baxacağıq. Birinci mətnimiz kəpənək mətnidir. Siz ekranı saxlayıb oxuya bilərsiniz. Biz isə izahlara keçək. Mətnin məzmununa əsasən hansı qənaətə gəlmək olmaz. Nokvan kəndə qayıdıb evlərini axtarmağa başladı. Bəli, onun gəzib dolaşaraq evlərini axtarmaq hissəsi var idi. Yeraltı padşahlıqda insanlar xoşbəxt yaşardı. Bəli, həqiqətən də oradakı insanlar xoşbəxt idi. Nokvan xəzinəni taparaq zəngin oldu. Biz mətnin içərisində Nokvanın xəzinə arzulaması hissəsini görə bilirik. Amma xəzinə tapma hissəsi yox idi. Cavabımız olur C variantı. D variantında deyir ki, Nokvan sonradan peşman oldu. Bəli, biz sonuncu abzasda onun tək tənha qaldığını, yad hiss elədiyini, həyatını boş-boşuna keçirdiyi hissələri görə bilirik. Ona görə birinci sualda cavabımız C variantı olur. İkinci sualda deyir ki, yeraltı padşahlıqda vaxt necə keçirdi? Yeraltı padşahlıqda ümumiyyətlə vaxt yox idi. Burada vaxt yoxdur, ona görə də insanlar heç bir yerə tələsmirdilər. Cavabımız da vaxt, yəni zaman yox idi. Cavabımız olur ikinci sualda D variantı. Digər variantlar isə vaxt yavaş keçirdi, sadəcə gecə idi, vaxt çox sürətlə keçirdi. Bu kimi hallar mətnimizin içində olmadığı üçün cavabı götürürük D variantı. Vaxt, yəni zaman məzmunu yox idi. Cümləni davam etdirin. Nokvan ancaq indi başa düşdü ki, yeraltı padşahlıqda xoşbəxtlik əbədidir, xeyr. O vaxtını xəzinə axtarmaqla düzgün istifadə etmişdi, xeyr. Kəpənək sadəcə təsadüfi bir varlıq imiş, xeyr. O tək tənha, baxın cümlətin içərisində görürük ki, indi o başa düşdü ki, o tək tənhadır və yaddır. Cavabımız olur üçüncü sualda D variantı. Daha sonra dördüncü sual. Mətnə əsasən doğrudur. Nokvan yeraltı aləmdə xoşbəxt yaşardı. Lakin sonradan doğmalarını xatırladı. Bəli, biz onu görürük ki, baxın, sonradan doğmalarını xatırladı və burnunun ucu göynədi doğmaları üçün. Amma orada həqiqətən də xoşbəxt yaşayırdı. A variantımız doğru cavabdır. Elə bizə də doğrunu dediyi üçün A variantını götürürük. B-də deyir ki, bizə Nokvan yeraltı padşahlıqdan çıxa bilmədi. Xeyr, o qayıtmışdı, evlərini axtarırdı. Kəpənək oğlanı tələyə saldı və onu əsir etdi. Xeyr, əsir hissəsi yoxdur. Tələyə salmaq hissəsi də yoxdur. Nokvan kəndə qayıtdıqda hər şey əvvəlki kimi idi. Xeyr, kənd çox dəyişmişdi. O hətta evlərini axtarmaq üçün çox çalışdı. Əvvəlki kimi deyildi, çox dəyişilmişdi. Sonra 5-ci sual. Mətn əsasən yanlışdır. Nokvan ilk olaraq ağa ilə mübarizəyə lağ edirdi. Bəli, həqiqətən də baxın burada mətnin içində siz isə zəif, köməksiz adamlar nə edə bilərsiniz? Həqiqətən də onun o ağa ilə, bəy ilə mübarizə aparmaq istəyən insanlara gülmək hissəsi var idi. Yeraltı padşahlıqda zaman sürətlə keçirdi. Xeyr, zaman sürətlə keçmə hissəsi yox idi. Çünki zaman anlayışı ümumiyyətlə yox idi. Zaman anlayışı yox idi ki, onun zəif keçməsi, sürətli keçməsi hissəsi də ola. Daha sonra o kəpənəyi izləyərək mağaraya daxil oldu. Bəli, kəndə qaydanda heç kəs onu tanımadı. Bəli, bu da doğru fikirdir. Daha sonra 6-cı suala keçək. Başqalarının əməyə və mübarizəyə sərf etdiyi qiymətli vaxtı o itirmişdi. Sizcə nəyi ifadə edir? Bax, Nokvan getdi, həmən o padşahlıqda yaşadı, yeraltı padşahlıqda yaşadı və geri qaydanda başa düşdü ki, o ömrünün böyük bir hissəsini boş və məqsədsiz şəkildə keçirib. Nokvan zənginlik arzusuna çatmışdı, xeyr, onun boş və məqsədsiz həyat yaşadığını. Bəli, cavabımız olur B variantı. C variantında deyir ki, yeraltı padşahlığın daha üstün olduğunu, xeyr. Nokvan zamanla mübarizə apardığını, xeyr. Bu da doğru cavab deyil. 7-ci suala baxırıq. Deyir ki, bizə səbəb nəticə. Əgər birinci tərəf, uşaqlar, birinci tərəf səbəbdirsə, ikinci tərəf ondan doğan nəticə olmalıdır. Baxaq görək hansı variantımızda bu əlaqə pozulmuşdur. Yeraltı padşahlıqda zaman yoxdur. Bəli, həqiqətən də zaman anlayışı orada yox idi. Vaxt yox idi. Yeraltı padşahlıqda heç kim tələsmir. Bəli, birinci doğru. İkinci, Nokvan kəpənəyin dalınca getdi. Nokvan yeraltı padşahlıqda idi. Bəli, həqiqətən də o kəpənəyi izləməklə gedib yeraltı padşahlığa daxil olur. Nokvan tarlada işləyirdi, o xəzinə tapdı. Xeyr. 3-cü sualda səhv eləmirəmsə dedik, onun xəzinə arzulamaq hissəsi var idi, amma tapmaq hissəsi yox idi. Nokvan
qanını gördü və doğmalarını xatırladı. Bəli, həqiqətən də onun əli kəsildi və əlində qan laxtasını gördükdən sonra doğmalarını xatırladı və geri qayıtdı. Cavabımız olur 7-ci sualda C variantı. 8-ci suala baxırıq. Mətnə əsasən Nukvanın keçmişi yadına düşəndə nə baş verdi? Öz evinə qayıtmaq istədi. Bəli, həqiqətən də o qan laxtasını görür və evi üçün burnunun ucu göynüyür və o geri qayıtmaq istəyir. Cavabımız 8-ci sualda A variantı. B variantında deyir ki, ailə həyatı qurdu. Xeyr. O yeraltı padşahlıqda ailə həyatı qurmuşdu. Kəpənək yenidən gəldi. Xeyr. Mağarada qaldı. Xeyr. Cavabımız A variantı. 9-cu sualda. Mətnə əsasən heç kəs heç yerə tələsmir fikri nəyi göstərir? Tənbəlliyi, xeyr. Zamanın olmamasını. Bəli. Baxın, elə burada səbəb nəticə hissəsində yazılıb. Yeraltı padşahlıqda zaman yox idi və insanlar heç bir yerə tələsmirdilər. Zaman olmadığı üçün insanlar heç bir yerə tələsmirdilər. Çox işin olmağını, xeyr, sürətli həyat, xeyr. 10-cu sual. Kəpənək obrazı nəyi simvolizə edir? Uşaqlar, biz gördük ki, orada Nokvan arzulayırdı ki, mən zəngin olum, mən gedim xəzinə tapım və arzuların cazibəsini, onun arzuları nəticəsində kəpənək onu izlədi və onu öz padşahlığına apardı. Bu qədər. Sonda müəlliflərə Hürzət Təhməzliyə, Bəylər Əliyeva, Orxan Bəyova təşəkkürümü bildirirəm.